İran və Amerika Birləşmiş Ştatları arasında nüvə proqramı ilə bağlı sular durulmaq bilmir. Bu dəfə də Ağ Evin nüvə proqramı ilə bağlı planı İranın ali rəhbəri Seyid Əli Xamenei tərəfindən tənqid olunub. O, bu planın Tehranın prinsiplərinə zidd olduğunu deyib. İranın uranı zənginləşdirməsi işinə niyə bu qədər qarışırlar? Bundan sizə nə? Amerikalılar nüvə sənayesinə malik olmamağımızı tələb edirlər. Birləşmiş Ştatların çobud və lovğa liderləri müxtəlif yollarla tələblərini təkrarlayırlar. Bu, maraqlarımıza 100% ziddir. Ölkədə 100 nüvə elektrik stansiyası olsa belə, yanacaq istehsal edə bilməsək, bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki bu stansiyalar yanacaqla işləyir. Əgər bu yanacağı daxildə istehsal edə bilməsək, xaricdən elə Amerikadan asılı qalacaq. İran prezidenti Məsud Pezeşkan isə ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini diqqətə çatdırıb. Biz sülh və əmin-amanlıq istəyirik. Nüvə silahına sahib olmaq istəmirik. Güya nüvə silahı və kütləvi qırğın silahları axtardığımızı iddia edənlər əslində bölgədə müsəlmanları nüvə silahı və kütləvi qırğınla qorxudurlar. Nüvədən istifadə hüququmuzdan imtina etməyəcəyik. Elə düşünürlər ki, hədələrlə müsəlmanları və İslam ölkələrini biliyə elmə dair danılmaz hüquqlarından uzaqlaşdıra bilərlər. Prezident Donald Trump isə rəsmi Tehranın Vaşinqtonun nüvə proqramı ilə bağlı təklifinə yox deməyəcəyini ümid edir. Bəs Birləşmiş Ştatların İrana təklif etdiyi planın mahiyyəti nədən ibarətdir? Bu plan İranın uranı maksimum 3% səviyyəsində zənginləşdirilməsini nəzərdə tutur. İran rəsmiləri üçünsə əsas qırmızı xətt uranın zənginləşdirilməsinin davamıdır. Onlar bildirirlər ki, əgər bu dayandırılarsa, İran heç bir razılaşmaya imza atmayacaq. Digər tərəfdən, bəzi Amerikalılar, o cümlədən Trump və onun komandası İranın uranın zənginləşdirilməsi obyektlərindən tam imtina etməsini tələb edirlər. İrana xaricdən də ciddi təzyiqlər var. Tehran artıq uranı 60%-ə zənginləşdirib ki, bu da texniki baxımdan nüvə silahı əldə etməyə yaxın hesab olunur. Hazırda ehtimal edilir ki, Avropa ölkələri Beynəlxalq Atom Enerjisi Agentliyinin idarə heyətində İrana qarşı qətnamə layihəsi irəli sürə bilər. Əgər bu baş verərsə, məsələ yenidən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıla bilər. 2015-ci il razılaşmasına əsasən qüvvədə olan snapback, yəni sürətli bərpa adlı mexanizm mövcuddur. Əgər İran razılaşmanı pozarsa, bu İrana qarşı BMT sanksiyalarının dərhal işə düşməsi imkanını verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi İranın hələ də bir çox məsələyə aydınlıq gətirmədiyini deyib. İranla bağlı önəmli suallar çoxdur. Bir neçə nümunə gətirim. Biz nəzərdə tutulmayan yerlərdə zənginləşdirilmiş uranın izlərinə rast gəlmişik. Halbuki, belə nüvə fəaliyyəti olmamalıdır. İş çox sadədir. Siyasi məqsəd güdmürük. Sadəcə olaraq onlardan soruşuruq. Bu izlər burada niyə tapılıb? Hansı avadanlıqlardan istifadə edilirdi? Bu sualların cavabı üçün artıq təxminən 5 ildir ki gözləyirik. Amma hələ də lazımi izahatları ala bilmirik. Siyasi analitiklər qeyd edirlər ki, İran nüvə proqramına görə sanksiyaların artırılması ssenarisini istəmir. Onsuz da Amerika Birləşmiş Ştatlarının sanksiyaları ölkə iqtisadiyyatını ciddi çətinliklərlə üzləşdirib. İran xəbərdarlıq edib ki, belə bir vəziyyətdə ölkədəki beynəlxalq müşahidəçilər qovula, hətta nüvə silahı hazırlamaq istiqamətində sürətli addımlar ata bilər. Xatırladaq ki, nüvə danışıqlarının 5-ci raundu mayın 23-də İtaliyada keçirilib. Hazırda kütləvi informasiya vasitələrində yaxın günlərdə danışıqların növbəti mərhələsinin keçirilməsi ehtimalı ilə bağlı xəbərlər yayılıb.